Allah Təbarək və Teala mübarək Ənkəbut surəsində buyurur: Əuzu billah, Əhəsibən nas ən yutraku ən yəqulu amennə və hum la yuftənun. Sadaqallahul əliyyul azim. Allah Təbarək və Teala buyurur ki, cəmaət belə xəyal etdilər ki, dedilər ki, Allaha iman gətirdik, buraxılacaqlar və bu iddiaları əsasında heç imtihan olunmayacaqlar. Hələ dedilər ki, iman gətirdik, qurtardı, heç imtihan olunmayacaqlar, sual verir. İmtihan qaçılmazdır. Bu dünya həyatında hamı imtihan olunur. İmam-ı Səccad əleyhissalam buyurur: İnnəmā xələqəd-dünya və əhləhə liyəbluvəhum fīhə. Allah Təbarək və Teala dünya və dünya əhlin yaratdı ki, onları sınasın, imtihan etsin. Möminlərin imtihanı Allahın bir qanunudur, sünnət ilahidir. Allah Təbarək və Teala Qur'an-ı Kərimdə buyurur: Mə kənəlləh liyəzərəl müminin alə mə əntum aleyhi həttə yəmizəl xəbisə minət-tayyib. Belə deyir ki, Allah möminləri sizləri olduğunuz kimi buraxsın. Belə olmayacaq. Allah sınayacaq, imtihan eləyəcək, napaki paçdan ayıracaq. Hətta yəmizəl xəbisə minət-tayyib. Allah xəbisi tayyibdən, yəni napaki paçdan ayıracaq. Allah Təbarək və Teala yaratdıqların müxtəlif vasitələrlə imtihan eləyir. Bəzilərin qorxu ilə imtihan eləyir, bəzilərin aclıqla imtihan eləyir, bəzilərin xəstəliklə imtihan eləyir, bəzilərin müsibətlə, görsən bir cavanı dünyadan getdi, imtihan eləyir. Bəzilərin görsən ki, malın, sərvətin əldən çıxmağın vasitəsilə, malın, sərvətin itirir, müflis olur. İmkanlı adam idi, görsən birdən-birə ticarəti əlindən çıxdı, zərər elədi, müflisləşdi. Bu imtihandır. Buna oxşar vasitələrlə Allah Teala imtihan eləyir. Bəzilərinə sərvət verir, sərvətin vasitəsi ilə imtihan eləyir. Sərvət verdikdə görək bu insan həddini aşacaq, aşmayacaq, sərvət bunu məst eləyəcək ya yox, verdiyimiz sərvətdən xumusun, zəkatın verəcək, fəqir füqəraya infaq eləyəcək ya yox. Sərvət xulasa bunun imtihan vəsiləsidir. Verdiyimiz sərvətin şükrünü edəcək yoxsa yox, bunlar imtihandır. Sərvətin qarşılığında görə şükür eləyir. Bəzilərinə fəqirlik verir, yəni fəqir eləyir. Kasıbdır. Fəqirin vəzifəsi nədir? Səbirli olmaq. Bəzilərinə sağlamlıq verir. Sağlamlığın görək harada sərf eləyir. Bu sağlamlığından Allah yolunda bəndəçiliyində istifadə eləyəcək yoxsa yox. Bəzilərini xəstəliklə imtihan eləyir. Görək xəstələnəndə nə halda olacaq? Allahı yad eləyəcək, ya etiraz eləyəcək. Bütün bu vasitələrlə İnsanlar imtihan olunur, hərə öz səviyyəsində. Hamını Həzrəti Əyyub kimi imtihan eləməyəcək ki. Ya hamını Həzrəti İmam Hüseyin əleyhissalam kimi imtihan eləməyəcək ki. Hamıda o səviyyə potensial yoxdur ki. Birinci sinifin, ikinci sinifin imtihanı başqa cür olur. Magistrın, doktoranturanın imtihanı başqa cür olur. Hamı öz səviyyəsində, öz tutumunda imtihan olunur. Bəziləri imtihan sınaqlarından kəsilirlər. Bəziləri isə keçirlər. Dünyada olduğu kimi. Bir gün Harun Ər-Rəşid Məlun istədi Bəğdad şəhərinə qazi təyin eləyə. Çox ibrətlidir. Bəğdad tarixi bir şəhərdir, qədim bir şəhərdir o dövrdə. Məxsusən mühüm rol oynayır Bağdad. Bu şəhərin qaziliyi sıradan bir post məqam deyil. Bir çoxları var ki, kiçik bir rayonun qaziliyinə imanın dinini satır. O ki, qala Bağdada. Bağdad şəhərinə qazi təyin eləmək istəyir.
məsləhət elədi. Orada olanlar, müşavirlər hamı dedi ki, bu qazilik üçün Bəhlul çox məsləhətlidir. Bəhluldan başqa biz heç kəsi məsləhət bilmirik. Bəhlulu çağırdı. Bağdad şəhərinin qaziliyin ona təklif etdi. Bəhlul dedi ki, mənim səlahiyyətim yoxdur bu işə. Mənim ləyaqətim, səlahiyyətim yoxdur. Harun dedi ki, bütün Bağdad əhli deyir ki, sən layiqsən. Sən deyirsən ki, mən layiq deyirəm. Bəhlul dedi ki, mən özümü hamıdan yaxşı tanıyıram. Bu söz ki deyirəm ha, mənim səlahiyyətim yoxdur bu işə. Ya bu söz düzgündür, ya da yalan. Düzgün olsa, həqiqətən mənim səlahiyyətim, ləyaqətim yoxdursa bu məqama, qəzavətə niyə xalqə zülm olunsun? Əgər yalan olsa bu söz, yalandan da qazi çıxmaz ki. Ədalətdən saqit olur, ədalətli olmur. Harun Rəşid təkid elədi. Dedi, yox, olmalısan. Bəhlul, hamımız eşitmişsiniz, Bəhlul danəndə deyirlər. Bir gecə möhlət istədi. Səhəri gördülər ki, Bəhlul minib bir ağac parçasına, at kimi onu çapır bazarda, küçələrdə. Fəryad eləyir ki, qaçın kənara, atım sizi ayaqlamasın. Bu cür hamı bir-birinə baxıb dedilər ki, Bəhlul dəli olubdur. Xəbər gəlib yetişdi Haruna. Dedilər ki, Bəhlul dəli olubdur. Harun dedi ki, yox. O dinin, imanın bu yolla qoruyub saxlayır. Bizim əlimizdən bu yolla qaçdı. Baxın ha, insan dinin, imanın qorumaq üçün hansı yollara əl atır? Bəhlul kimi insanlar örnək idi. Bəhlul əlimizdən qaçdı, dinin qorudu ki, cəmiyyətin işində müdaxilə etməsin. Çün Harun kimi zalimin hakimiyyətində qazi işləmə, yəni zülmə şərik olmaq. Xalqullaha, cəmaata, xalqa zülm etmək. Bunu etmədi. Bəli, dəli olmayıb. O bizim əlimizdən qaçır, imanın, dinin qoruyur. Bəhlul imtihandan, sınaqdan çıxdı. Amma Əbu Hüreyrə çıxa bilmədi. Əbu Hüreyrə kimilər çıxa bilmədi? Əbu Hüreyrə hicrətin 8-ci il İslamı qəbul elədi. Peyğəmbəri il yarım, 2 il gördü. Peyğəmbəri gördüyü üçün səhabədir. Bu səhabəliyindən sui-istifadə elədi. Dinin, imanın satdı dünyasına. Peyğəmbərə yalan nisbətlər verdi, yalan hədislər düzəltdi. Muaviyə kimilərə xidmət eləyib Peyğəmbərin adından yalan hədislər danışdı. Hər adam imtihandan çıxa bilmir.